Red Bull Fortu skorun növbəti iştirakçısını sizə təqdim edirik. Özünü təqdim edərsiniz. Həsənzadə Emil. Komandanızın adı nədir? Yetimlər. Yetimlər. Hal-hazırda qələbə qazandı. Qələbə münasibətilə sizi təbrik edirik. Sənə 4 sual verəcəyik. Zəhmət olmasa cavablandırarsan. Red Bull Fortu skorda hədəf nədir? Hədəfimiz inşallah gedib dünya çempionatını oynamaq, Kanadada, inşallah Torontoda iştirak eləmək, yaxşı nəticə ilə qayıtmaq. Uğurlar və növbəti iddialı komanda. Səncə rəqiblərdən nə ilə üstünsünüz? Vallahi belə deyim də, üstünlük odur ki, mən bir dəfə çempion olmuşam. Bir dəfə elə bir Red Bull çempion olmuşam Braziliyaya. Mən gedə bilmədim düzdür bəzi səbəblərdən, amma çempion olmuşam. Üstünlüyümüz odur ki, bizim uşaqların çoxsu Red Bull oynayır, bilirlər nədir, nə deyil. Bütün şeylərini bilirik, belə deyim. Dünyada Red Bull futbol klublarının sayını və adlarını deyə bilərsən? Bildiyim qədər 3 dənədir yaxşısı. New Yorkdur, Leipzigdir, bir də Salzburgdur. Bəli, doğrudur. Son olaraq Red Bull Fortu skorun Azərbaycan futboluna qatqısını necə izah edərdin? Məncə çox gözəl bir şeydir. Yəni bu bəzən olur çempionat oynayırsansa, mən özüm futbolla məşğulam. Çempionat oynayırsansa beyin dolur və elə bir ki bu çox əyləncəli, çox belə maraqlı, belə deyim, yəni çox ləzzətli bir şeydir. Son olaraq burada izləyicilərimizə nə demək istərdin? Gəlin oynayın, keyf eləyin. Uğurlar. Artıq nədir? Uğurlar.